ve oyuna kaldığımız yerden devam edirik. Hələ ki oyun yekunlaşmıyor. Və qayda pozulub. Sən cərmə zərbəsi olacaq. Cəbrayla daha bir şans düşüb. Əgər bunu vursa hesab 2-0 ola bilər. Ötürmə də ola bilər buradan. Görək kim neçə dəqiqə əlavə eləyəcək. Birinci hissədə Cəbrailin üstünlüyü var. Görək son dəqiqələrdə, yəni birinci hissənin son dəqiqələridir. Əla bir pas. Hücum davam edir Cəbrailin heyətində. Və out. İstifadə aksiyonu. Görək nə olacaq orada. Out Cəbrailində. İstifadə aksiyonu deyil. Penaltı var idi orada ama hakim bildirir yoktu. İkinci dəqiqə gedir artıq oyunun sonları da. Siz də bizim kanalımıza abunə olun ki gələn həftə Kuba Gölgöl oyununu sizə təqdim etməyə çalışacağıq. Gol! 2-0. Cəbrail 42-ci dəqiqədə üstünlüyünü artırır. Hesab 2-0'dır. Bravo. 2-0 iləldədir. Cəbrail komandası oyunun sonlarında Cəbrailin yəni top fərqi 2'ye çıxır. 43-cü dəqiqə başlayır. Görək hakim birinci hissəyə nə qədər əlavə eləyəcək. 2-0 iləldədir. Cavid Hüseynovun yetirmələri. Of gola. İfadə Akçı komandası da pressing eləyirdi ama 44-cü dəqiqə gedir. Qapıdan zərbə. Azərbaycan birinci liqasında bağlanış oynudur bu. İfadə Aksu pressing eləyəcək. Neçə dəqiqə əlavə edəcək hakim. Oyunun baş hakimi və qapıdan zərbə. Və oyunun 45-ci dəqiqəsidir.
Paslaşırlar artıq difada aksiyon oyuncuları. Və indi Cəbrayıl 3-cü qolun axtarışına çıxır. Blok gəldi, amma hücum davam edir. Və burada hücum qura biləcəklərmi? Meydan sahibləri. Hücum. İkinci hissədə görüşərik, hələlik sağ olun.